Yeni il ərəfəsində Dənizkənarı Milli Parkda yarmarka açılıb. Bura gələn hər kəsi sanki nağıllar aləminə düşür. İşıqlar, səslər, əyləncəli məkanlar, bir sözlə Xəzərin sahili bayram sehrinə bürünüb. Gəlin bu möcüzəli atmosferə birlikdə nəzər yetirək. Dənizkənarı Milli Parka yolu düşənləri bu il tam fərqli bir yeni il havası qarşılayır. Bulvar boyunca uzanan dekorativ ornamentlər, əyləncə zonaları və rəngarəng işıq kompozisiyaları məkanı elə bəzəyib ki, sanki şəhərin sahili bir anlıq möcüzələr səhnəsinə çevrilib. Ziyarətçilər hər addımda özlərini nağıl dünyasına aparan sehirli bir səyahətin içində hiss edirlər. Çox bəyənirik, hər il gəlirik, yenə gəldik. Ən çox yoldaşım çox bəyənir. Çox fantastikdir, çox bəyəndim. Nağıllar kimidir. İnsan ayrılmaq istəmir. Yəni həqiqətən yolka da gözəldir, bura da gözəldir, bu havası da gözəldir. Dənizkənarı Bulvar İdarəsinin təşkil etdiyi yarmarkada bu il ən çox maraq doğuran yeniliklərdən biri isə Dənizkənarı Bulvar İdarəsinin təşkil etdiyi yarmarkanın yeniliklərindən biri də burada süni buz meydançasının olmasıdır. Ünna studiyasının qurduğu, eyni zamanda Nərgiz Fondunun təşkilatçılığı ilə hazırlanan buz meydançası 750 kvadrat metrlik bir sahəni əhatə edir. Bu da təbii ki, yeni il ərəfəsində Bulvar İdarəsinin təşkil etdiyi yarmarkada insanların, ziyarətçilərin tamam başqa bir ab-havada yeni il qarşılamasına, burada yarmarkada əylənməsinə səbəb olacaq. Buz meydançası beynəlxalq təhlükəsizlik və keyfiyyət standartları əsas götürülərək qurulub. Yaş və bacarıq səviyyəsindən asılı olmayaraq, hər kəs üçün təhlükəsiz, komfortlu və unudulmaz bir istirahət təcrübəsi deməkdir. Siz həmçinin buradakı oyun meydançalarında öz vaxtınızı əyləncəli şəkildə keçirdə bilərsiniz. Biz bizim milli yeməklərimizi, təyamlarımızı, həmçinin milli içkilərimizi, çay, isti şokolad, kokteyllər, limonadlar və s. Qiymətlər necədir? Qiymətlər münasib. Burada əsasən kofe çeşidləri və deser çeşidləri veririk. Şəhərin digər yerlərindən burada qiymətlər daha ucuzu, məsələn şəhərdə 6-7 manata əldə edə biləcəyimiz kofeni biz burada 4 və 5 manat arası civarında veririk. Ötən illərə kimi müqayisədə bu il daha gözəldir, daha möhtəşəmdir məncə. Fərqli ab-hava yaşayırsan, sanki belə nağıllar aləmindəsin. Bura çox gözəldir. Amerika Birləşmiş Ştatlarından gəlmişəm. Bakıya əvvəl də səyahət etmişəm. Buradakı yeni il ab-havasını görmək çox xoşdur. Çox bəyəndim. Özümü nəyinsə içinə bir nağıllar aləminə girmiş kimi hiss elədim. İnşallah bu gözəllik kimi xəyallarımız, arzularımız da gözəl olar, gerçəkləşər. Yeni il yarmarkası yanvarın 5-nədək ziyarətçilərin üzünə açıq olacaq. Şəhərin bayram ovqatını doyunca yaşamaq, qışın sehrini hiss etmək və qeyri-adi anlar yaşamaq istəyən hər kəsi burada əsl macəra, bol əyləncə və unudulmaz anlar gözləyir. Fidan Mahmudova, Kamran İsayeva, Şəncüm Şudova, ASTV Xəbər.